Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün keçirilən sınavın izahına baxacağıq. Qəbul imtahanıdır. Deyim mənbələrdən hansı suni işıq mənbəyidir? Yanan şam. Cavab olur Y variantı. Sərtliyi 1 kN bölək metr olan yaya bağlanmış cismi harmonik təqs edir. Yayın potensial enerjisi zamandan asılıq qrafikinə əsasən cismin 4 saniyə müddətində getdiyi yolu tapın. Deməli, burada nə edəcəyik? Yer açaq buradan. Sərtliyi veriblər bizə. Tam enerjimiz Y tam bərabərdir 1.8 coldur. 4 saniyə müddətində getdiniz, bizdən yolu soruşur. Burada periodumuz 4 dilim sayırdıq. 1, 2, 3. Deməli 1, 2, 3. Bu da 4. Period 4 saniyədir. Periodumuz da 4 saniyədir. İndi tam enerjinin yerinə yazar bilərəm. Y tam bərabərdir K xm'in kvadratı bölü 2. Buradan xm'i tapsaq, xm bərabərdir. Kökün altında 2Y tam bölünsün K yazacağım. Tam enerjimiz neçədir? 1.8'dir. Yazarıq 1.8. 2 vuraq 1.8. Bölək K'ımız da 1 kN-dur. 1000'dir yəni. Buradan 3.6 bölünsün 1000. Bunu necə yazmaq olar? Gəlin hər tərəfi 10'a vurağın. Olacaq 36 bölək 10.000. O da olacaq 6 bölək 100. Yəni nə deməkdir bu? X'imiz 0 %6 santimdir. Xm 0,6 santimetrdirsə, bir periodda xm nəyə bərabərdir? Belə deyək, gedilən yol nəyə bərabərdir? 4 xm'ə bərabərdir. Onda 4 vuraq 0,6 olacaq. Bu da eləyir 0,24 metr. Yəni 24 santim B variantı olacaq. Üçüncü sual. Euler Venn diaqramda uyğun bəndləri müəyyən edin. Müstəvi və kondensator biri sabit gərgin mənbəyinə qoşulub, digəri isə yükləndikdən sonra mənbədən ayrılıb. Hər iki kondensatorun lövhələr arasındakı məsafəni azaltdıqda. Deməli, nə edirik burada? Baxın, qoşulmuş deyir, birində də ayrılmış deyir. Qoşulmuş kondensatorda U sabitdir, ayrılmışda Q sabitdir. Elektrik tutumu artır. Bizə deyir ki, hər iki kondensator lövhələr arasında məsafəni azaltdıqda. S bərabərdir. Epsilon 0 S bölək dedir. Məsafə azalırsa tutum azalacaq. Bir ortaqdır. Bir ortaq. Yük artar. Uşaqlar, mənbədən ayrılmış deyirsə Q sabitdir. Burada yük dəyişənməz. Onda 2 gələcək hara? 1'ə. Çünki Q bərabərdir nəyə? SU-dur. Dəqiqə. Q bərabər SU. D-ni azaltdıq. S artdı. S artırsa Q artacaqdır deməli. 2 gəldi 1'ə. Lövhələr arasında gərginlik azalar. Gərginlik azalarsa, deməli bu olacaq 2'yə gələcək. Buna belə deyək, heç fikirləşməmiş də yaza bilərsiniz əslində. Çünki qoşulmuşda U sabitdir, ayrılmışda isə nədir? Q sabitdir. Deməli 3 gələcək 2'yə. Enerji artar. Enerjinin düsturunu yazsaq, W bərabərdir S kvadratı bölü 2. Buradan S artdığı üçün birincidə enerji artır. İkincidə baxsam, ayrılmış kondensator üçün Q kvadratı bölü 2S'dir. Burada S artdığı üçün enerji azalır. Enerji artar deməli burada. Azalar 2'yə gələcək. Ona görə cavab olur 2, 4, 3, 5, 1 Y variantıdır. Çəkisiz link A nöqtəsi O dayaq nöqtəsində nəzərən belə bir çəkisiz linkimiz var burada. Çəkisiz linkdir. Bunun qolu 2 metrdir. Burada 3 metrdir. Deməli, bunun qüvvə momentini yazsaq birincinin olacaq 18 F fraktidən. İkincidə də M bərabərdir. Yenə 18 olacaq. Onda tarazlıqda qalacaqdır. Y variantı olacaq. Kütləsi M olan cisim sükunət vəziyyətinə sabit F qüvvəsinin təsiri ilə hərəkət edir. Hansı qrafik cismin kinetik enerjisinin gedilən yoldan asılılığını göstərilib? Deməli, sükunət vəziyyətindən hərəkətə başlayırsa, bu yeniləşən hərəkətdir. Mütləq yeniləşən hərəkətdir. Onda kinetik enerjinin düsturunu yazsaq, nə yazacaq biz burada? Deməli, kinetik enerjinin düsturu Y kinetik bərabərdir mv kvadratı bölü 2. V üçün mən düsturu yazsam, sükunət vəziyyətindən hərəkətə başlayıbsa, F ilə veriblər. Bizə F lazımdır. Bax, V bərabər kök altında 2 AS düsturumuz var. A-nın yerinə nə yaza bilərəm? Kökün altında 2F bölü M S gətirib yerinə qoysaq, olacaq M, belə yazalım,
M bölək 2. V-nin də yerinə bu ifadəni qoysam, kvadrata yüksəldəcəm. Olacaq onda kökün altındaydı da. Kvadrata yüksəldəndə olacaq 2VFS bölünsün nə? M. Buradan bu M-ləri ixtisar eləyin. Atdıq. Bax, bu M-ləri atdıq. Sonra 2-ləri atdıq. V vurulsun F vurulsun S. V-nin yerinə qoyduq. Daha doğrusu bunu. Oldu Fs bölək V yoxdur. Fs. Deməli, onda kinetik enerjinin necə asıldı? Düz asıldı. Yəni, nə elədik burada? Kinetik enerjinin düsturundan istifadə elədik. Kinetik bərabərdir mv kvadratı bölü 2-dir. M bölü 2. V-nin də yerinə gətirdik. Qoyduq 2as. Kvadrata yüksəldəndə olacaq 2as. Sadəcə bura qüvvə daxilləməliyik. M bölü 2. A-nın yerinə F bölü M. Vurulsun nə? S yazdım. Bu M-lər ixtisar getdi. Sonra bir dənə də burada 2'miz var idi. 2 də burada. Bu 2'lər də getdi. Qaldı F vuraq. Cavab olur B variantı. Sıxlıqları eyni. Eyni və həcmləri, sıxlıqları eynidir. V1 ρ1 bərabərdir ρ2-yə. ρ1 bərabərdir ρ2-yə. Deməli, ρ1 bərabərdir ρ2-yə. V1 V-dir. V1'miz V-dir. V2'miz isə 3V'dir. Aha, cismlər maye səthində üzür. Onlara təsirin Arximed qüvvələri arasında hansı münasibət doğrudur? Cisim üzürsə Arximed qüvvəsi kütləyə bərabərdir. Onda F-a bərabərdir. mc yaza bilərəm birinci üçün. M1 kütləsi yazacağım. M1'in yerinə yazacağım. Rho vurulsun V vurulsun J. İkinci üçün yazsam isə ikinci F Arximed 2 bərabərdir. M2J yazacağıq. M2'nin də yerinə yenə Rho V yazacağım. Rho vurulsun neçə V'dir bu? 3V'dir. Vurulsun J. Göründüyü kimi Arximed 2 Arximed 1'dən 3 dəfə böyükdür. Cavab olur C variantı. Cavab C variantıdır. Sonra fotoeffekt zamanı udulan fotonun tezliyi nü bərabərdir 8/10^14 Hz-dir. Cəryan şiddətin katodların od arasında gərginliyi asılıq qrafiklarına görə elektron katoddan çıxış işini hesablayın. Deməli, nə edirsiniz burada? Einstein tənliyini yazmalısınız siz bura. Buranı silək. Bilirik ki, Y foton nəyə bərabərdir? Y foton açıqış plus Y kinetikə bərabərdir. Foton enerjisini H nü yazıram. Açıqış üstə gəlsin. Kinetik enerjində Y u saxlayıcı yazıram. Buradan açıqış bərabərdir. H nü çıxaq. Y u yazacaq. Saxlayıcı gərginlikdir bu. Buradan da alaraq ki, açıqış bərabərdir. Planck sabiti 6,6/10^34 -34. Vurulsun tezlik 8/10^14. Çıxılsın Y u saxlayıcı. Y'miz 1,6 vurulsun 10^-19. Vurulsun uyumuz da 0,6'dır. 0,6. Buradan da alırıq ki, açıqış bərabərdir. 6,6'yı 8'ə vuranda 8 altın eləyir. Deməli 48. 8 altın yenə 48. 52,8. Vurulsun 10^-20. Çıxılsın. Bunu da yazarıq. 1,6'yı 0,6'ya vuranda eləyəcək. Deməli 6,16 2-dən də tam ayırsaq 0,96 vuraq 10^-19. Buradan da bunu 10^-9 kimi yazsam belə olacaq. 5,28 vuraq 10^-19 çıxaq 0,96 vuraq 10^-19 alaram. Və buradan açıqış buna bərabərdir. Açıqış bərabər olacaq onda. 5,28'dən 0,96 çıxanda olacaq 2. Burada 12, 12'dən 9 çıxanda 3. Burada da qaldı 4. 4,32 vuraq 10^-39 cavab A variantı olacaq. Növbəti sual nə deyir bizə? Qapalı keçici konturda hüdudlanmış səthdən keçən maqnit seli fi bərabər 4+5 T qanunuyla dəyişir. Hansı qrafik konturda yəni EHG-ni deyir tapın. EHG nəyə bərabər idi? Finin zamana görə birinci tərtib törəməsi. Yəni 4+5 T-dən törəmə alırsınız. Bu da olur 5. Və bizdən nəyi soruşur? EHG-nin modulu dediyinə görə mənfi nəzərə almışsınız. Əslində qarşıda mənfi var. Ona görə cavab A variantıdır. Bir cisim maqnit sahəsində yerləşən 0,4 metr uzunluqlu, cəryanlı, düz naqilə təsir edən maksimal qüvvə 20 milli-newtondur. Naqildəki cəryan şiddəti 5 amper olarsa, maqnit induksiya vektorunu tapın. Deməli, bir cisim maqnit sahəsində yerləşən 0,4 metrdir. Bu maksimal qüvvə deyirsə, F maksim amper qüvvəsidir.
20 millinewtondur. F amper bərabərdir IBL-dir. Buradan biz B-ni tapsaq, F amper bölək IL olacaq. Deməli, amperimiz 20 millinewton bölünsün. Elimiz 0,4, elimiz, i'mizdə 5. Bu da oldu 10. 10 milli Tesla. B variantı olur. 2W bölək I cəryan I kvadratı. W yerinə yazırıq. Enerjidir. L kvadratı bölək 2. 2'lər ixtisar getdi. İlər ixtisar gedir. Sarğacın indüktivliyi olur. Doyan buxar izotermik sıxılması zamanı onun kütləsi. Doyan buxarı sıxıramsa, izotermik sıxıramsa, kütlə neyəcək? Azalacaq. Sıxlıq isə dəyişməyəcək. C variantı. Difraksiya qəfəsinin periodu nə qədər olmalıdır ki, onun üzərində tezliyi 6/10 üstü 15'dir də yəqin ki. 14'dür. Hardan bildim onu? Bu yəqin ki mikroya görədir. 10 üstü 6/10 üstü 14'dür. Belə götürək. Işıq düşdükdə alınan maksimum ən böyük tərtibi 4 olsun. Difraksiya qəfəsinin periodu D sinüs fi bərabər K lambda maksimum dediyinə görə K lambda yazacağım mən bura. Buradan digər tərəfdən yaza bilərəm K'ımız 4. Lambdanın yerinə nə yazacağıq? S bərabər lambda nüydür. Lambda bərabərdir S bölək nü. Deməli, yazdıq. Difraksiya qəfəsinin period belə deyək də tərtibin yerinə yazdıq. 4. Lambdanın yerinə yazdıq. S bölək nü. Gətirib burada yerinə qoyanda alınır 4 vurulsun. S'imiz 3/10 üstü 8. Nü də 6/10 üstü 14. Buradan ixtisarlarımız eləsə olacaq 2. 10 üstü 14 yuxarı qalxdı. 10 üstü -6. 8-dən getdi. 10 üstü -6. 2 mikrometr. Cavab D variantıdır. Tezliyi tənzimlənən dəyişən cəryan generatorunda qidalanan dövrə sxemi verilmişdir. Tezliyin müəyyən qiymətində hər iki lampa eyni parlaqlıqla közərir. Tezliyi azaltdıqda lampaların parlaqlığı azaltdıqda deyir. Baxın, R burada aktiv müqavimətdir. Aktiv müqavimət dəyişən cəryanın tezliyinə asılı deyil. Çünki I bərabərdir, U bölək R'dir. Buradan da R asılı deyilsə, U da sabit, I sabit qalacaq. Deməli, I2 dəyişməz. I1'i yazsam, I1 bərabərdir, U bölək XL-dir. XL-in yerinə nə yazacağım? U bölünsün omega L. İndi tezliyi azaldıramsa, I1 neynəyəcək? Artacaq. Deməli, artar, dəyişməz. A variantı olur. Bir düz xət üzəri hərəkət edən iki maddi nöqtənin koordinatının zamandan asılı qrafiki verilmişdir. Müşahidəyə başlayandan sonra 4-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni tapın. İlk öncə burada nə etməlisiniz? Bunların surətlərini belə deyək də, sürətlərini tapağın. Baxın, 4-cü saniyənin sonunda soruşur. Bu hər ikisi düz xətli bərabər sürətli hərəkətə aiddir. Onda belə yaza bilərik də. Birincinin surətini tapsaq, birinci x oxun əksinə gedir, ikinci x ox istiqamətinə gedir. Birincinin surəti V1 bərabərdir. Birinci x ox istiqamətdə 2x oxun əksinə. V1 bərabərdir. Yazırıq ki, üzürlü sayın. V1 bərabərdir. 30 çıxaq 0 bölək 10. V1'imiz 3'dür. V2'miz neçədir bəs? V2'miz isə olacaq 30 çıxaq 60 bölək 10. 30 çıxaq 60 bölək 10. Bu da olacaq -3. Tamam. İndi bunun biri 60'dan başlayır, biri 0'dan. Baxın, belə düşünün. Bu 0'dan başlayır, bu da 60'dan başlayır. Bu 3 metr bölək saniyə sürətlə bu yana gəlir. Bu da 3 metr bölək saniyə sürətlə belə gedir. Bunlar 4-cü saniyənin sonunda. Bu da 12 metr yol gedəcək, bu gələcək 12'yə, bu da gələcək 48'ə. 12 metr yol gedir ikisi də. Onlar bunlar arasındakı məsafə olacaq 36 metr. Cavab olur D variantı. Deməli, cavab nədir? D variantı. Cisimlərin yerə nəzərən hərəkət qrafikləri verilmişdir. Hansı cisimlərlə bağlı hesablama sistemi ətalət hesablama sistemi olar? Baxın, ətalət hesablama sistemi olması üçün cisim ya sükunətdə qalmalıdır, ya da düz xətli bərabər sürətlər hərəkət etməlidir. 1 ödənilir x-dir, sükunətdədir. 2 ödənilir, düz xətli bərabər sürətlər hərəkət edir. 4 ödənilir, bərabər sürətlər hərəkətdir. 3 olmaz, çünki yeniləşən hərəkətdir. 5 də olmaz, yeniləşəndir. 6 da yavaşanda olmaz. Deməli, 1, 3, 4. Cavab D variantı olur. Çevrə cəbərə sürətlər hərəkət edən cisimlərin mərkəzi qaçma tərzini çevirən radiusuna asılı qraf vermişdir. Bucaq sürətlərinin diaqramın müxtəlif nöqtələrinə uyğun qiymətlər arasındakı hansı münasibət doğrudur? Bucaq sürətindir. Sürətlər hərəkət edən cisimlərin mərkəzi qaçma tərzini. Bu adım mərkəzi qaçma tərzinin
təcilini çevirən radiusuna. Bu da R-dir. A bərabərdir omega kvadrat R-dir. Omega bərabərdir onda kökün altında A bölək R-dir. Göründüyü kimi omega A ilə düz, R ilə necə asıldı? Tərs asıldı. Onda ən böyük qiymət harda olacaq? A-nın ən böyük qiyməti və R-in ən kiçik qiyməti 2-dən. 1 ilə isə bu 3-dür də yəqin ki. 1 ilə 3-dür böyük ehtimal. Hə, omega 2 böyükdür, 1 ilə 3 də bərabərdir. B variantı olacaq. Suallarda nəsə problem olsa deyərsiniz, yaxşı oxunmursunuz testlər. 2 vuraq 10 üstü mənfi 20 kiloqram kütləli yüklü zərrəcin induksiyası 20 milli Tesla. Birinci maqnit sahəsinin induksiya xətlərində perpendikular istiqamətdə 1,6 vuraq 10 üstü 5 metr bölü saniyə sürətlə sahəyə daxil olur. Zərrəcinin cızdığı çevirən radiusu 50 sm olursa onun xüsusi üçün tapın. Deməli, xüsusi üçün düsturundan istifadə etməlisiniz burada. Buranı silək. Deməli, kütləni veriblər bizə, Teslanı veriblər, sahə induksiya xətləri, sürəti veriblər. Yazırıq ki, MA bərabər QBV-yə. Buradan A-nın yerinə yazırıq MV kvadratı bölək R bərabər QBV-yə, V-lər gedir. MV bölək R bərabərdir QB-yə. Xüsusi üç nədir? Q ştrixdir. Q ştrix də Q bölək M-dir. M-i keçirdirəm bu yana, B-yi keçirdirəcəm bu tərəfə. Onda Q bölək M bərabərdir. B düşdü məxrəcə. V bölək R vurulsun. Olacaq nə? B. Onun yükünü soruşur bizdən. Yükünü soruşursa heç ehtiyac yoxdur onda. Xüsusi yükü soruşmuş, kütləni veriblər. Yükü tapsaq onda MV bölək R vurulsun B. M-imiz neçədir? Deməli, M 2 vuraq 10 üstü mənfi 20. V-imiz 1,6 vurulsun 10 üstü 5. R-imiz 50 santimdir. Yəni 5 vuraq 10 üstü mənfi 1 yazıram bu indi. B də veriblər bizə induksiyada 20 milli Tesla. Bu da 20 vuraq 10 üstü mənfi 3. Yəni 2 vuraq 10 üstü mənfi 2 yazacağım. Buradan bu ikiləri atarıq. Digər tərəfdən bu 10 üstü mənfi 1, 10 üstü mənfi 3 eləyir. Yuxarı qalxacaq 10 üstü 8, müsbət olacaq. 5-ə vuracaq 10 üstü 8. Bax bunlar da gedəcək. Burada qalacaq 10 üstü mənfi 12. Onda Q bərabərdir. 1,6 vurulsun 10 üstü mənfi 12 bölünsün neçə? 5. Bunu da belə yazmaq olar da. 1,6'yı 5'ə böləndə 16'yı 5'ə böləcək. Olacaq deməli 3,2 3,2 vurulsun 10 üstü mənfi 13. Burada yəqin ki bu 10 üstü mənfi 20 deyil. Mənfi 20 deyil. Çünki 10 üstü mənfi 19'larla veriblər. Oxunmur sual, yenə deyirəm. Cavab 3,2 ilə aldıq. 13 deyil də 19'dur. Deməli bu 10 üstü 26 imiş. Bax bu 26'dır. Ona görə də 10 üstü neçə olacaq? Bu 19 olacaq. Cavab olur Y variantı. Sadəcə bəzi şeylər oxunmur. Kölgəli düşük şəkil ona görə. Sonra şagirdlər laboratoriya məşğuluna sürtünmə əmsalını müəyyən etmək üçün cədvəl qurmuşlar. Cədvəldə boş xanaya dayağın reaksiya qüvvəsi hansı qiymətə uyğundur? Deməli, N-i veriblər, sürtünmə qüvvəsini veriblər. 2 olanda sürtünmə qüvvəsinin düsturu F sürtünmə bərabər nəyə? Müyü N-dir. Buradan biz müyünü tapsaq birinci üçün Fs bölək nə olacaq? N olacaq. Fsimiz neçədir? 0,4 böldüm 2'ye. Bu da 0,2. Sürtünmə əmsalı 0,2'dir. Bu reaksiya qüvvəsini tapsaq Fs bərabərdir müyü N-dirsə, buradan N bərabərdir Fs bölək nə olacaq? Müyü. Fs 1,2'dir. Bölünsün. Neçə tapdıq? 0,2. Bu da eləyəcək 6. Deməli, bura uyğun 6'dır. C variantı. Kütləsi 1,5 ton olan avtomobil 10 metr saniyə sürətlə hərəkət edir. Aha. 20 metr qabarıq körpünün üzərindən bərabər sürətlə hərəkət etdiyində körpünün tən ortasında avtomobilin ona təsir etdiyi qüvvəni tapın deyir bizə. Onda necə yazacağıq? Bax, qabarıq körpüdür. Avtomobil burada gedir 1V sürətlə. Buna təsir etdiyi qüvvə təzyiq qüvvəsidir. Təzyiq qüvvəsi təcil aşağıdır burada. Təcil aşağı olanda yazırıq M, J minus A. M-imiz 1,5 tondur. Vurulsun 10 üstü 3. Vurulsun J'miz 10, çıxılsın. Təcilin yerinə V kvadratı bölək R yazdım.
Buradan alırıq ki 1,5 vuraq 10 üstü 3 10 bu 10'du 10 çıxılsın. 10 çıxaq. V'imiz 10'du. Kvadratı 100. R'imiz de 20'dir. Bu da olur. 1,5 vuraq 10 üstü 3 vurulsun 5. Bu da eləcək 7,5 kilo Newton. Cavab olur B variantı. Sonraki sualımız 50. sual. Verilmiş kütləli bir atomlu değer qazın izotermik K nöqtəsinə uyğun halının təzyiqi 20 kilopaskaldır. Deməli, K nöqtəsində təzyiq 20 kilopaskaldır. Qazın M və N nöqtələrinə uyğun təzyiqləri tapın. Bizdən bunu soruşur. Deməli, nə deməlisiniz burada? M nöqtəsində təzyiqi veriblər bizə. Verilmiş kütləlidir. Baxın, PV bərabər nü RT düsturundan P bərabərdir nü RT bölək V'dim. İndi mən K nöqtəsi üçün yazacağım K nöqtəsində nü R T-ni 1 qəbul elədik. V-ni də 20 veriblər də yəqin ki burada 20'dir. Aha, 20. 1 bölək 20. Buna neçə demişik? 20 kilopascal. Bu 20 kilopascal. Gəlirəm M nöqtəsi üçün yazacağım isə nü R M nöqtəsində temperatur neçədir? 4'dür. Bölünsün 80'dir burada da. Həcm 80'dir. 80. İndi fikir verin bura. Bu 4'ünə 80'i apararam. Burada yenə qalar nə? Nü R bölünsün 20. Deməli bu M nöqtəsində də neçə olacaq? 20 kilopascal olacaq. Sonra N nöqtəsinə baxsam, N nöqtəsində isə belə yazasınız. P bərabərdir Pn. Yenə nü RT, nü R vuraq 2 bölək 80. Buradan da ixtisar etsəm Pn bərabərdir nü R bölək 40 yazacağım. Məxrəc neçə dəfə artdı? 2 dəfə artsa təzyiq də 2 dəfə azalar. O da olar 20 kilopascal və 10 kilopascal. Çünki bu nü R bölək 20 demişəmsə, nü R bölək 40'a nə deməliyəm? Onda 2 dəfə artdı da. Bu da olacaq 10 kilopascal. E variantı. Hansı ifadələr maqnit selinin vahidinə uyğundur? Maqnit selinin vahidinə uyğundur deyir. Baxın, Henry vuraq amper, fi bərabərdir 50'dir. Bu ödənilir. 10 vuraq metr xüsusi müqavimətli olmaz. Volt vuraq saniyə EHG bərabərdir delta fi bölək T'dir. Delta fi də bərabərdir EHG vurulsun nədir? Delta fi də bərabərdir EHG vuraq zamandır. Volt vuraq saniyə. Bu da ödənilir. 1-3 B variantı olur. Növbəti sual. Sükunətdəki nöqtələrin yüklər arasında Coulomb qüvvələrin modulları üçün hansı ifadə doğrudur? Deməli, bunlar bir-birinə müsbət yükdür, təsir edirlər. Birinci, ikinci hansı qüvvə ilə təsir göstərsə, iki də birə eyni qüvvə ilə təsir eləməlidir. Newton 3-cü qanuna görə. Ona görə F1, F2 bərabərdir. A variantı olur. Harmonik təqsim edən yaylı rəqqasının amplitudunun xarici qüvvənin tezliyindən asılıq qrafik verilmişdir. Əgər yükü kütləsi 100 qram olarsa, rezonans anında qüvvənin qiyməti nəyə bərabərdir? Deməli, bizə lazımdır rezonans anında qüvvənin qiyməti F bərabər nəyə? M-aya. Buradan belə yaza bilərik. A-nın yerinə nə yaza bilərik? Bəs nü-nü veriblər bizə. A-nın da yerinə yazıram. M omega kvadratı xm. Bu amplituddur. A yazarım. Yaxşı burada. Buradan M omega nəyə bərabərdir? Bəs rezonans halında deməli deyirsə, omeganın da yerinə yaza bilərəm. 2 pi nü. Vuraq A. Gətirib yerinə qoysam, kütlə 100 qramdır. 0,1. 2 vurulsun. Pi'miz neçədir? Kvadrata yüksəltməliyik. Omega kvadratıdır bu. 4 pi kvadratı nü kvadratı olacaq, düzdür? 0,1 vuraq. 4 vuraq. Pi kvadratı 10 veriblər. Vurulsun nü 2'dir. 2'nin kvadratı 4. Vurulsun ayımız neçədir? 50 santim. Yəni 0,5'dir. Bunları da bir-birinə vursaq, olacaq deməli neçə? 4'ü 0,1'i 10'a vuranda eləyəcək 1. 1'i 4'ə vuranda 4. 4'ü 4'ə vurduq 16. Onda 0,5'ə vurduq. Olacaq 8. Cavab olur 8. Ampermetrin göstərişləri nəyə bərabərdir? Ampermetrin göstərişi deyir nəyə bərabərdir? Ampermetrin göstərişi I bərabərdir U bölək R'dir.
Bunlar paralel birləşib. Paralel birləşmədə gərginlik sabitdir. I yerindən tərs asılır. Birincidən 2 amper keçirsə 4 ohmdan, 8 ohmdan neçə keçəcək? 1 amper. Çünki müqavimət 2 dəfə artıbsa cərəyanda 2 dəfə azalmalıdır. Ümumi burada neçə keçəcək? 3 amper. Cavab olur 3 amper. Deməli, nə deyir burada? 55-ci sual. Rəqs kontunda maqnit sahəsi enerjisinin elektrik sahəsi enerjisindən asılılıq qraf vermişdir. A nöqtəsinin uyğunluğunda sarğacdakı cərəyan şiddətinin ani qiymətinin maksimal qiymətindən 2 dəfə az olarsa. Cərəyan şiddəti ilə bağlı veriblər. Bizə deyir ki, A nöqtəsinə uyğun enerjisini nəzərə almırıq. Bu vəziyyətdə elektrik sahəsi enerjisini hesablayın. A nöqtəsinə uyğun vəziyyətdə. Deməli, tam enerjinin düsturunu yazsaq, tam enerji nəyə bərabərdir? Maqnit sahəsi enerjisi üstə gələk elektrik sahəsi enerjisi. Tam enerjinin yerinə yazıram L kvadratı bölü 2, L-M kvadratı bərabərdir. L kvadratı bölü 2, üstə gələk nə? Elektrik sahəsi enerjisi. İndi burada tam enerjimiz 100 oldu. Bunu biləyin. Tam enerji düsturuna da L kvadratı bölü 2 deyil. L-M-in kvadratı L-M-in kvadratı bölü 2. Bu bizə 100'ü verib. Bunu saxlayaq yadımızda. İndi buradan i-nin yerinə nə yazacağım bəs? L-M kvadratı bölü 2. I 2 dəfə az olub da. Onda i-m ilə ifadə etsəm, i bərabərdir i-m bölü 2'dir. Kvadrata yüksəlsəm olacaq i-m-in kvadratı bölü 4 vuraq 2. Bu şəkildə olacaq. Üstə gələ elektrik sahəsi enerjisi. Buradan bax, bu 100 oldu. Bunu bildik. Bu 100'dür. İndi 4'ə bölürəmsə bu neçə olacaq? 25 olacaq. 4 dəfə azalmalıdır. Üstə gələ elektrik sahəsi enerjisi. Onda elektrik sahəsi enerjisi olacaq 75 joule. Cavab olur 75. Deməli 75'dir. Sonra 56. Hansı ifadələr doğrudur? Nə deyir bizə? Beta mənfi parçalanma zamanı. Beta mənfi parçalanma zamanı nukleonların sayı dəyişmir. Baxın, tənli yazırsınız. XZA alınıb XZ1A1 üstə gələk beta mənfi. Elektron çıxır, mənfi 1, 0. A bərabərdir A1 plus 0'a. Yəni A dəyişmir. Bəli, nukleonların sayı dəyişmir. Bir düzdür. Nukleonların sayı 1 vayda azalıb səhvdir. İndi proton sayına baxsaz, Z bərabər Z1 minus 1'dir. Onda Z1 bərabər Z plus 1'dir. Proton sayı isə 1 vahid artır. Cavab olur 1 ilə 3. Proton sayıda 1 vahid artdı. Sonra uyğunluğu müəyyən. Elastik deformasiya zamanı verilmiş çubuğun deformasiya etdirici qüvvənin 2 dəfə artırdıqda, qüvvəni 2 dəfə artırırıq. Mexaniki gərginlik, sərtlik, potensial enerji. Mexaniki gərginlik sigma bərabərdir F bölü S-dir. Qüvvə 2 dəfə artırsa, mexaniki gərginlikdə 2 dəfə nə edəcək? Artacaq. En kəsin sahəsi sabitdir. Deməli 2 düzdür. 2 dəfə artar. 1, 2, belə yazaq da 3. Sərtlik dəyişməz. Sərtlik materialın növündən asılıdır. Bir də həndəsi ölçülərdən. Ona görə sərtlik dəyişmir. 1'ə Y, 2'yə gəldi A variantı. Potensial enerjidən söhbət gedir. Potensial enerjinin mən düsturunu yazsam, Y potensial bərabərdir Kx kvadratı bölü 2'dir. Mütləq uzanmadır bu. Digər tərəfdən K dəyişməyib də, mütləq uzanmanın necə dəyişdiyini tapmalıyıq. Və yaxud da belə yaza bilərsiniz, F kvadratı bölü 2K ilə. Bununla yazağın. Onsuz da K sabitdir. F 2 dəfə artıbsa, onda potensial enerji neçə dəfə artmalıdır? 4 dəfə artmalıdır. Potensial enerji də 4 dəfə artar. Potensial enerji 4 dəfə artır. 1'ə Y, 2'yə A. Dəfə artırdıqda. Aha. 3'ə də nə olacaq onda? C variantı. 1A, 1Y, 2A, 3C. Bir də baxağın, sərtlik qüvvədən asılı deyil, dəyişməz. Mexaniki gərginlik sigma bərabərdir F bölü S-dir. S sabitsə F 2 dəfə artırsa, deformasiya etdirici qüvvə 2 dəfə artırsa, sigma 2 dəfə artmalıdır. Potensial enerji isə F kvadrat bölü 2K'dır. Potensial enerji də 4 dəfə artar. 1Y, 2A, 3C olacaq. Sonra termistoru müəyyən temperatura qədər qızdırıb voltmetr və ampermetrin göstərişi necə dəyişər? Müvəffiq düsturlardan istifadə edərək cavabımızı əsaslandırın. Gəlin buranı siləyim.
Deməli bizə nə deyir? Deyir termistoru müəyyən temperatura qədər qızdırdıqda voltmetr və ampermetrin göstərişini necə dəyişər? Termistor yarım keçirici cihazdır. Yazırsınız ki, yarım keçiricilərin müqaviməti temperaturdan tərs asılıdır. Tərs asılıdır. Onda termistoru qızdırıramsa müqaviməti nədir? Azaldı. I bərabərdir U bölək R plus R termistordur. R dəyişməyib. Termistor müqaviməti nədir? Azaldı. Onda I neyəcək? Artacaq. Deməli, ampermetrin göstərişi artdı. Və voltmetrlərin göstərişi. Voltmetrlərin. İndi baxaq. Burada U1-i yazsam, I vurulsun R-dir. R artdığı üçün, I artdığı üçün U1 nədir? Artdı. Deməli, ampermetr artır, U1 artır. U2 yazan necə yazasınız? U1 üstəcək U2 bərabərdir konstantdır. U1 artıbsa U2-də neyəcək? Azalacaqdır. Bax, bu şəkildə yazacaqsınız. Sonraki sualımız. Deməli, yer səthinə şaqlı yuxarı atılmış cismin surətinin proyeksiyasının zamanında asılı qrafiki verilmişdir. Cismin maksimal ünürə qalxma müddəti neçə saniyədir? Neyəcək? Bax, V0 sürətinə atmışam. Cismin 6-cı saniyənin sonunda sürəti olub 20. Mənfi 20. Belə düşündə atdıq. Bu cisim qalxdı. Təzdən burada bir anlıq durdu. Düşdü aşağı. Və burada sürət mənfi 20 imiş. Aha, mənfi 20-dir. İndi bizə qalxma müddətini soruşur. T qalxmanı. Uşaqlar, baxın. Bu dayanıb buradan düşəndə sərbəst düşür. Bizə lazımdır bu hissəni tapmaq. 6-cı saniyənin sonunda burada olur. Sərbəst düşən cismin son sürəti nəyə bərabərdir? V bərabərdir J-T-yə. Onda J-imiz 10, T-imiz də neçədir? 2-dir. Oldu 20. Deməli, bura 2 saniyədir. Ümumi neçə saniyə sərf edib? 6 saniyə deyil, bura qədər. Bura 2 saniyə isə bura 4-dür da. Yazırıq onda. T qalxma, bax, V0 da tapa bilərsiniz, hətta istəsəz buradan. Onunla da yazsaz daha düzgün olar əslində. Gəlin V0-la yazalım. Bundan da yaza bilərdiniz. Amma V0-la yazsaq necə yazacaq? V bərabərdir. V0 çıxaq. J-T şaqlı yuxarı atılıb cisim. Buradan V-imiz neçədir? 20-dir. V-imiz mənfi 20-dir. V0 çıxaq. J-imiz 10. T-imiz neçədir? 6-dır. Belə oldu. V0 bərabərdir. Bu keçdi bu tərəfə. Mənfi 20. Üstə gələk 60. Buradan V0 aldım ki 40. 40 metr belə saniyə sürətlə atılıb yuxarı. Sonra T qalxmanı yazsaz. T qalxma bərabərdir V0 bölüşü. Bu da olacaq 4 yenə. Bax, bu şəkildə yazacaqdır. Növbəti sualımız 60-cı sual. Verilmişlər bir atomlu ideal qaz üzərində gedən prosesdə qaza 100 kilojol istilik miqdarı verilmişdir. Qazın sıxlığının mütləq temperaturun asılıq qrafikinə əsasən koordinat oxlar üzərində uyğun qiymətləri göstərməklə onun gördüyü işin istilik miqdarına asılıq qrafikini çəkin bizə deyir. Deməli, burada nə edirik? Bax, buranı siləyin. Deməli, Rho-nun T-dən asılığıdır. Rho-nun T-dən asılığıdırsa, tərs asılıdırsa bu izobar prosesdir. Bunu biləyin. Deməli, Rho T ilə tərs asılığı nədir? İzobardır. Bu izobar prosesdir. Rho bərabərdir PM bölək RT düsturuna görə deyə bilərəm. İzobar prosesdir. Və qaza nə qədər istilik miqdarı verilib? 100 kilojol. Qaza verilən istilik miqdarı 100 kilojoldur. İzobar prosesdir. Sıxlıq mütləq temperatur asılıq qrafikinə koordinat oxlar üzərində uyğun qiymətləri göstərməklə onun gördüyü işin istilik miqdarından asılığını tapın. Deməli, qazın gördüyü işi yazanda necə yazacaq uşaqlar? İzobar prosesdə yazırsınız ki, izobar prosesdir, konstantdır. İzobar prosesdə verilən istilik miqdarının 0,4 hissəsi qazın gördüyü işə sərf olunur. Yəni 0,4 vuraq 100. Bu da eləyir 40 kilojol. Deməli, qaz 40 kilojol iş görür. Onda qazın gördüyü işin A-nın Q-dən asılıq qrafikini çəkəcəm. Q-dən asılığını. Aha, belə olmalıdır. Deməli, Q 40 olanda, Q daha doğrusu 100 olanda, qazın gördüyü iş nə qədər olub? 40 olubdur. Və buradan başlayacaq nə etməyə? Artmağa. Qaza istilik miqdarı vermirəmsə, onsuz da artmayacaq da. Q ilə də necə asıldı? Düz asıldı.
belə bir qrafik olacaq. Təbii ki, bunu mən artıra bilərəm. Məsələn, bura 200 yazsam, gətirib bura 80 yazacağım. Bu şəkildə olacaqdır. Bu qədər uşaqlar, imtahan verən hər kəsə uğurlar arzu edirəm. İnşallah nəticəniz istədiyi kimi ürəyizdə olubdur. Sağ olun uşaqlar.